Həkim işini görür, pulunu alır. Mən çox təəssüf edirəm ki, cəmiyyətimizdə belə fikirləşən qadınların sayı en qədərdir və hər dəfə də videoların altına görürəm ki, bir qısqanclıq hiss edirəm, qısqanclıqla yazırlar. Birincisi onu deyim ki, cəmiyyətimizdə və indiki dövrdə həkim olmaq çox çətindir. Biz bu yerlərə asan gəlib çıxmırıq. Gecə-gündüz oxumaq, stres keçirmək, güclü iradə və xarici ölkələrdə öyrənib gəldiyimiz o kurslar var. Hansı ki, yenilikləri gətiririk, tətbiq edirik, yeniliklərlə ayaqlaşırıq. Sizə daha yaxşı xidmət etmək üçün həmən o kurslar kifayət qədər külli miqdarda vəsaitə başa gəlir. Mən çox təəssüf edirəm ki, bizim işimizi siz işini görür, pulunu alır fikir səviyyəsinə qədər endirirsiniz. Bizim çəkdiyimiz o stresin 1%-ni sizi kimi fikirləşənlər heç yuxusunda belə görmüyor. Bu nədir? Çünki hər pasiyentlə məyus oluruq, hər pasiyentlə sevilirik, hər pasiyentlə kövrəlirik və hər pasiyentlə göz yaşı tökürük. Onu sizi kimlər anlamaz, mənim əzizlərim. Onu anlamaq üçün ən azı bizi qədər 15 il oxuyub əziyyət çəkmək lazımdır. Mən arzu edirəm ki, bunu yazanların ailəsində də məni kimi həkim olan olsun. Sağ olun, sağlam olun.